Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif 21-ci paraqraf olacaq. Deməli, bitkilərin böyüməsi nə üçün lazımdır? Açar sözlərimizə baxırıq uşaqlar. Burada görürük işıqdır, havadır, torpaqdır, sudur, istilikdir. Şəklə baxırıq. Diqqətlə baxın şəklə. Sizcə bu bitkilər bir-birlərindən necə fərqlənir? Onların bu cür fərqlənmələrinə səbəb olan nədir? Uşaqlar, birincisi solğun və canlı olmaları ilə bağlıdır. Fikir verirsinizsə A şəkli olan daha solğundur, B olan nisbətən solğundur, C isə tamamilə dimdik formadadır və canlı formadadır. İkinci fərq A daha balacadır, B daha ortadır, C isə daha uzundur. Üçüncüsü isə bunların meyvələrinin gətirməsi ilə bağlıdır ki, A və B şəklində meyvələr yoxdur, C-də isə meyvə gətirmişdir. Bunların fərqlənməsinə səbəb iki amildir. Bir, günəş enerjisinə lazımınca məruz qalmamaları. İkincisi isə maye, mineral ehtiyatlarının zəngin və yaxud zəif olmasıdır. Çünki su ilə qidalanma prosesi zamanı onların bildiyimiz kimi az sunun verilməsi ya da həddindən artıq çox suyun da verilməsi bildiyimiz kimi zərərlidir. Sonra fəaliyyət bölümü bildiyimiz kimi gül əkirik. Mən burada sizə gül əkiminin prosedurlarını izah edə bilmərəm. Çünki bu sizin praktiki mövzunuzdur və onu məktəbdə və yaxud evdə eləyə bilərsiniz. Müzakirə. Torpaq olmasa bitkilər böyüyə bilərmi? Fikrinizi əsaslandır. Uşaqlar, torpaq qida sürüntüləri ilə zəngin bir maddədir deyə bilərəm. Yəni, məsələn, bitkinin əsas hissəsi, əsas qidalarını torpaqdan alır. Yəni, torpaq olmasa əlbəttə ki, bitkinin inkişafı və yaxud yaşaması mümkün ola bilməz. Sizcə hansı yaşayış yerlərində bitkilər daha az su ilə yaşaya bilir? Daha az su ilə yaşaya bilmələri uşaqlar. Səhra tipli yerlərdə bitkilər az su ilə yaşaya bilir. Məsələn, kaktus bitkisi. Kaktus səhra və səhra tipli yəni ərazilərdə mövcud olan bir bitkidir və daha az su ilə bildiyimiz kimi maye ilə qidalana bilir. Yəni o çöl bitkisi olduğu üçün onun üçün nisbətən rahatdır. Yəni səhra tipli ərazilərdə bu daha çox mümkündür. Tapşırığa baxırıq uşaqlar. Şəkilə diqqətlə baxın. Otağın müxtəlif hissəsindən qoyulmuş 2 bitki verilmişdir. Onlar bir-birlərindən necə fərqlənir? Sizcə bunun səbəbi nə ola bilər? Səbəbi uşaqlar görürsünüz ki, pəncərənin ağzına qoyulub. Biri digəri isə otağın küncünə qoyulub. Yəni tamamilə az işıq düşən bir yerə qoyulub. Yəni tamamilə günəş işığından məhrum olunub və günəş işığı görmüş bitki günəş işığı görməmiş bitkidən daha çox dik və canlı və sağlam görsənir. Bunu da fikir verdik. Digərinə baxırıq. Şəkilə diqqətlə baxın. Şəkildə təsvir olunmuş bitkilər bir-birlərindən necə fərqlənir? Sizcə bunun səbəbi nə ola bilər? Uşaqlar, soyuq bir vəziyyətdir və qar, tufan yağır, şaxtadır. Bir bitki çöldə, digərisi isti yerdə, amma pəncərə kənarında işıqdan tam da məhrum edilməmiş şəkildə. Yəni çöldəki işıqdan müəyyən işıqlanma ala bilir, yəni bitki. Təbii ki, şaxta nəticəsində digər bitki tamamilə məhv olacaq və pis vəziyyətə düşəcək. Amma nisbətən otaq temperaturunda olan bitki və pəncərə kənarında olduğu üçün işıq və enerji də alır. Deməli, bu bitki həqiqətən də sağlamdır. Məhz bu fərqlərə görə fərqlənirlər. Müxtəlifliyə görə fərqlənirlər. Sonra özünüzü yoxlayın. Torpağın bitkilər üçün əhəmiyyəti nədir? Torpaq deməli qida qalıqları və zəngin belə deyim, zəngin maddi resurs da deyə bilərəm ona, maddi tapıntılar da deyə bilərəm. Yəni zəngin bir tərkibə malik bir maddə olduğu üçün bitkilər hətta bitkilərin kökü ondan qidalanır, torpaqdan qidalanır. Hətta suyu belə dərin kök salaraq torpağın dibinə qədər çəkilib oradan götürürlər uşaqlar. Buna görə də torpağın əhəmiyyəti bundan ibarətdir ki, əsas qida mənbəyi rolunu oynayır. Bitkilərin torpaqdan başqa nələrə ehtiyacı var? Təbii ki, suya da ehtiyacı var. Bunu da sizlərə qeyd elədim ki, bitki ən dərin kökləri dərin torpağın dərinliyinə salır və orada olan su minerallarını, mineral suları qəbul edirlər. Bəli uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşmək ümidi ilə. Özünüzü qoruyun, sağ salamat. Sonda kanala abunə olmağı və dəstək olmağı da unutmayın.